Vətən üçün canından keçən şəhid kəşfiyyatçımız Cəsarət Ziyadovun doğum günü qeyd olunub. Qeyd edək ki, o antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhadətə ucalmışdı. Biləsuvar rayonunun Xırmandalı kəndində 2004-cü il oktyabr ayının 31-də dünyaya gələn Cəsarət Ziyadov daşıdığı adı kimi cəsur vətənpərvər böyüyüb. Orta təhsilini Xırmandalı kənd 1 saylı orta məktəbində alan Cəsarətin ali məqsədi vətənə ləyaqətlə xidmət etməkdir. 2023-cü ilin yanvarında qəlbində böyük vətən sevgisi ilə hərbi xidmətə yollanır. Qusar rayonundakı hərbi hissədən xidmətə başlayan əskər daha sonra Şəmkir rayonunda yerləşən en saylı hərbi hissədə kəşfiyyatçı kimi fəaliyyətini davam etdirir. Cəsarətin anası deyir ki, o vətən üçün doğulmuşdu sanki. Son danışığımızda da o antiterror tədbirlərinin olacağından məlumatlı olsa da bizə heç nə bildirmədi. Hər şeyin əla olduğunu dedi. Sonuncu dəfə mənə sentyabrın 17-si zəng elədi. Dedi, ana vəziyyətim lap yaxşıdır, məndən sonra narahat olmayın. Evdəkiləri Allaha əmanət eləyirəm, bir-birinizdən müğayət olun. Sağollaşdı. Növbəti günü 19-undan 20-sinə keçən gecə xəbər gəldi. Övladınız döyüşdə olub, şəhid olub. Oğlum xüsusi təyinat qüvvələrinin kəşfiyyatçısı olub. Adına layiq, adı Cəsarətdir, cəsarətli də oğul olub, adına layiq. Vətən uğrunda canından keçib. Bugün övladının 21 yaşı tamam olsa da, atası Zaur Ziyadov deyir ki, Cəsarət mənim üçün həmişə 18 yaşında qalacaq. Çünki oğlumun qəlbində elə bir əlçatmaz vətən sevgisi vardı ki, onu əskəri xidmətə yola salanda da bir daha şahid oldum. O uşaqlıqdan çox mərd idi, vətəni canından artıq sevirdi. Azad edilən Qarabağ torpaqlarında hələ də separatçı təxribatlarının olması Cəsarəti narahat edirdi. Arzusu bu torpaqlardan sonuncu düşmənin çıxarılması idi və belə də oldu. O bu arzusu ilə də döyüşlərə atıldı. Nə demişsə, arzulamışsa, arzularına da çatdı. Ən əsası onun fikri xüsusi təyinat komando idi ki, getsin o torpaqlarımızı bütövləsin. Qismət indi nə isə müharibə şəraitində yaşayırıq. Hər şeyə biz hazır idik. Yəni qazisi də ola bilərdi, veteran da ola bilərdi, şəhidi də ola bilərdi. Biz hamımız, yəni valideyn kimi, anası, atası, bacısı, qardaşı evdə hazır idik ki, şəhid də olsa bizimdir, qazi də olsa bizimdir, nə olsa ən əsas birinci növbədə torpaqlarımız, vətənimiz bütövlənsin. 2023-cü il sentyabrın 19 və 20-si tarixlərində Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərində kəşfiyyatçı kimi iştirak edən Cəsarət Ziyadov bir neçə saatlıq əməliyyat zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsində xüsusi igidlik göstərir. Ağdərənin Sırxavənd kəndi istiqamətində baş verən şiddətli döyüşlərdə o rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucalır. Onun müqəddəs nəşi döyüş meydanından 10 gün sonra çıxarılaraq sentyabrın 29-da doğulduğu Xırmandalı kəndinə gətirilir və izdihamla son mənzilə yola salınır. O gündən bu kəndin bir küçəsi Cəsarətin adını daşıyır. Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Cəsarət Ziyadov ölümündən sonra vətən uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Əyyub Türkay, Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.